Salam, hər vaxtınız xeyir olsun. Əziz futbol azarkeşləri, dəyərli futbol sevərlər. 9 yaşlardan ibarət Respublika çempionatı və maraqlı bir görüş bizi gözləyir. Hansı ki, Dinev Futbol Məktəbi Antigioka kollektivi ilə üzləşir. Bu qarşılaşmada meydanın sol tərəfdə qara formada biz Dinev komandasını, sağ tərəfdə ağ formada isə məhz Antigioka komandasını görürük. Bildirəm ki, maraqlı məhsuldar oyunu şahidi olacaq və güclü olan qalib olsun deyirik. Niyə? Sadiq qalaraq. Start heyətlə də sizi tanış edəcəm Dinev Futbol Məktəbində. Amma bu əmlədən sonra zərbə çəkdi. İlk əmlə, ilk təhlükəli əmləməz. Dinev Futbol komandasından gəldi. Referi korner işarə edir. Cərmə meydançası səndəvərdən nə az, nə çox Dinev Məktəbindən məhz 3 oyuncu var idi. Zərbə uzaq məsafədə müdafiəçilər keçid vermədi. Oyun əvvəlindən əmlələrinin sayıcılarını kəsələr artıq olan tərəf görünür ki, Dinev Futbol Məktəbi daha əvvəsi, daha hissəkli tərəfdir. Dinev Futbol Məktəbi də qapını qoyur Murad Əzizli. Müdafiədə görürük biz Elmin Məmmədləri. Daha sonra Anar Ərzumanov 9 nömrəli formaya çıxış edir. İbrahim Qarayev, Cahid Əhmədov və bir də Məhəmməd Yunisov. Təbii ki, əvəz etmələr, dəyişikliklər başladığı zaman bunu da nəzərinizə çatdıracağım. Qeyd edim. Bir ara ötürməsi Murad çıxışda düzgün oynadı. Keçid vermir Murad Əzizli birə-birdə. Meyus edir. İbrahim Qarayev sağ istiqamətdə irəlilədi. Ara ötürməsi idi bu. Allah cəmlələr izləyirik. Anar idi. Zərbə imkanı axtarırlar Cahid. Zərbə indirə biləcəklərmi? İndi bir əmlə alınmadı. Arda cəhdlər. Yenidən topu qazandılar. Bitirmək hissənin kim alınmamışdı. Orada Elmin. Sol ayaqla zərbə və gol! Elmin. Çox qüvvətli, dəqiq zərbə. 1-0. Arda əmlələr, cəhdlər və nəticə də hasil olur. Orada epizodlarda rəqibi yoxladılar. Onları birini artıq qola çevirməyə bacardılar. Dinev Futbol Məktəbi 1. Antigioka komandası 0. Qolun müəllifi, qolun adı isə Elmin Məmməddə də sol ayağı ilə qüvvətli zərbə indirmişik. Atçı əmli etdi, uzaqlaşdırmaq istədi, amma təhlükəni soruşdura bilmir. Və indi daha bir əmli olacaq, daha bir standart vəziyyət. Zərbəni kimi yerlə etməsi. Elmin Məmməddə topun arxasında meydandakı yeganə qolun sahibi. İndi standart vəziyyəti yerinə yetirməyə hazırlaşır. Birbaşa çərçivəni bir düşünəcək. İşarə gəldi. Elmin Məmmədli zərbə. Canlı səddə dəydi. Aydın Qasımovun yetirmələri görüşdə minimal hesabla öndədir. Bir daha xatırladaq 9 yaşlardan ibarət. Respublika çempionatı Dinev Futbol Məktəbi ilə Antigioka kollektivləri üzrədir. Dinev Futbol Məktəbinin minimal hesablı üstünlüyü var. Ömərə zərbə salınmır. Düş, Nərman, düş, Ömər, düş. Buradan zərbələ topu ilə daxil edilmişdir. Sol cinahdan bir əmlə. Özün ötürmə. Burada Məhəmməd Yunisovu düşünmüşdü komanda yoldaşı. Yunisov. Geriyə doğru ötürmədi bu. İbrahim Qarayev. İbrahim Qarayev aldı zəmlələr. Elmin Məmmədli. Məhəmməd Yunisov. Elmin. Yüksəli qazandırdı. Qapçıda qalır top. Bir uzun ötürmək isə. Elmin müdafiədə hələ ki səhvsiz oynayır. Ötürmə bir qədər izafi güc ilə edilmişdi. Topa çatma mümkün olmadı. Anar hərəkətləndi, amma Anar Ərzumanov top meydanda saxlaya bilmir. Dördə yenidə pressing edir Dinev Futbol Məktəbi. İbrahim Qarayev. İbrahim. Qayda pozuntusu qeydə aldı referi. İbrahimə qarşı qayda pozulub. Zərbə gələcəkmi? Sol ayaqla daha bir zərbə və toxunuş var. Korner küncdən zərbə yerinə yetirilməlidir.
Elmin Məmmədli yenə çərçivəni yoxladı, amma alınmadı. Korner yerinə yetirəcək. İbrahim burada bir-birlərini başa düşmədilər. Qapıdan zərbə. Antiqoya komandası qapıdan zərbə ilə top oyuna daxil etməlidir. Seri qazana top. Məhəmməd Rəhm edə bilmədi, Anar. Cayda orada komanda yoldaşı ilə rastlaşmışdı. Əmlə var idi, zərbə və gol! 2-0. 2 cavabsız gol var artıq görüşdə. İbrahim Qarayev. Onlarda qolun müəllifi məhz oldu. Rejissorlar da bizə yaxın planda onu göstərdi. Antiqoya 0. Yeni futbol məktəbi 2. Görə rəqibin buna cavab olacaqmı, yoxsa yeni futbol məktəbi hesab arasındakı fərqi bir qədər də artıracaq. Elmin Məmmədli yenidən topun arxasında. Zərbə cəhdi təhlükələnməkdir. Top qapının üzərinə meydan tərk edir. Bir daha xatırladım, görüşdə 2-0'lıq üstünlük var. Elmin qazandı. Elminin zərbəsi və gol Elmin Məmmədli. 3-0 dubl edir komandasının 3-cü özünün 2-ci qolu. Sol ayaqlı oyuncu. Hesab arasındakı fərqi bir qədər də artırdı. Cavabsız qol var görüşdə. Digər qolun müəllifi yeri gəlmişən İbrahim Qarayev toplaydı. Topa çatmaq mümkün olacaqmı? Top meydandadır, mübarizə davam etməlidir. Daha bir korner. Görünür ki, Yeni futbol məktəbi hələ də bu hesabla barışmaq istəmir. Bu hesabla qələbəyə doğru addımlamaq istəyirlər. Bitirmə. Yeni Elmin. Səvər qapçı. O da məyus edir. Keçid vermədi. Sofor da rəqibinin barısı apardı. Sona qədər oynadı bu Anardı. Anar yaxşı çöndü ötürməsi keçmir. Sonra top etkisizlədik. Nəriman Antiqoya həmləsini başladacaq. Amma Elmin Məmmədli gövdəsi ilə rəqibinin qarşısını kəsməyi bacarır. Keçid vermir onu. Elmin. Daha bir zərbə çəkdi. Açı yerindədir. Altı top oyuna daxil edilməlidir. Bitirməklə başladılar. Cahid 2 nəfərin ahətəsindən topu çıxartmaq istəyirdi Cahid Əhmədov. Alınmadı, bir zərbə çəkdi Murad. Dəqiqələr ərzində qapısını toxulmaz saxlamağı bacarıb qolkiper. Hələ ki rəqiblərini məyus edir, keçid vermir. İndi korner. Antiqoya adına ötürməklə başladılar. Bu bir ev tapşırığıdır sanki. Və uzaqlaşdırmağı bacardılar. Məhəmməd Yunusov onda boşda idi. Məhəmməd sürətlə topla irələdi, amma top özünə bir qədər əli buraxır. Zərbə cəhdi alınmadı. Bu arada Yeni futbol məktəbində əvəz etməyə dəyişikliyi baş tutur. Rəsul Əliyevi biz meydanda görürük. Amma daha bir əmlə İbrahim Qarayevdən alınmadı. Rəsul artıq meydana daxil olub. Rəsul Əliyev deyəsən Cahid əvəzliyib o. Yoxsa yox. Yox, Cahid meydanda da eləməz. Məksik edən oyuncu topladı. Anar meydanı tərk edib. Anar meydanı tərk edib. Məhz Anar Ərzumanovun əvəzinə Rəsul Əliyev meydandadır. İndi Rəsul topladı, Rəsul Əliyev. İbrahim Qarayev. Görək Kopanıqda kim tez satacaq zərbə. Yeni Elmindən izlədik. Yeni futbol məktəbində maraqlı məqam, maraqlı nüansı odur ki, məhz komandanın 2 müdafiəçisi İbrahim Qarayev və Elmin Məmmədli. En azından bu görüşdə mövqe olaraq
Müdafiədə çıxış edən 2 oyuncu fərqlənib. Təbii ki, ola bilər ki, Aydın Qasımov rotasiya edir. Mən Selminlər bir qədər bugün geridə mübarizəyə qatıb. Elmin Məmmədli dubl edib, İbrahim Qarayev isə 3-cü golun müəllifi belə qeyd edək. Elmin, daha bir zərbə, Elmin Məmmədli. Daha bir qüvvətli zərbə, uzaq küncə. Onun zərbələrini hələ ki rəqib dəf edə bilmir. Etdirik edir. Dört sıfır. Üç baxımlı qola imza atıb. Elmin Məmmədli. Hesab arasındakı fərqi isə artıq 4-ə yüksəlib. Görüşsə artıq 12-ci dəqiqə oynanılır. Murad Əzizli tüməsi bir qədər uğursuz alındı, amma nəticə hasil olur. İstənilən halda nəticə hasil olmadı. Hər şey yaxşı qurtardı. Miniyev adına Cahit Sayev isə onun qarşısını kəsmişdi. Tümə bir qədər səliqəsi salındı. Zərbə çətin Murad yerindədir. Murad üçün rahat bir top. Elmin bir rəqibini yola saldı. Bir ara ötürməsi. İbrahim ötürmək istəyir. Zərbə və gol! Golun müəllifi əslində meydan tərk edir. Bu Məhəmməd Yunisovdur. Bir ara ötürməsində Məhəmməd Boşqaççıda qapçı ilə bir də əff etmir. Topu torlara yollamağı bacarır. Fərqlənlər siyasına öz adını yazdırır. 5-0. Elmin Məmmədli ettirik edib. İbrahim Qarayev və Məhəmməd Yunisov digər qolların müəllifləridir. Nəriman qarşısını kəsdilər. Əksəm olacaq. Nəriman da rəqiblərlə mübarizə aparır. İbrahim itirir top. Sanki ayağına yapışır. İbrahim Qarayev. Elmin Məmmədli. Bir ara ötürməsi yaxşı alındı. Cahit. Arqat Dəmləyə. Və rəqib riskə getmir. Topu meydandan çıxarmaqla kifayətlənir. Aydın Qasımovun yetirmələri daha bir cəhdlə rəqibin qapısını yoxlayacaqlar. Elmin. Qapı qarşısını ötürmək imkanı çatmır. Uzaqlaşdırmaq həmlələri. Zərbə cəhdi ard-arda həmlələri izləyirik. Müdafiədən çıxarmağa çətinlik çəkir Antigöqqa kollektivi. Ən geriyə Murad. Əzizli Elmin. Klas şəkildə topu digər istiqamətə göndərmişdi. Bir tribel aydı bu. Rəsul ara ötürməsi əla alındı Anar. Rəsul. Bir zərbədir. Yaxın küncünü bağladı qapçı və korner. Anar. Anar topla götürmək komanda yoldaşına zərbə. Keçid yoxdur, uzaqlaşdırmaq həmləsi. İbrahim bir qədər gözlədi, ötürmə. Heç soxula bilmir. Hətta 15-ci dəqiqə bitməyə üzrədir. 5-0'lıq üstünlüyü var. Rəsulun zərbəsi keçmir. Sırışma fərqi ilə rəqiblər topu meydandan çıxardı. Daha bir korner.
Daha bir həmlə izlədik Elminlə. Görüşdə hat-trick edib Elmin Məmmədli. Yetirmə verəcək yəqin ki, bəli. Nizarta komanda yol aşını tapdı. Rəqiblərin də müdaxiləsi var. Cahid yenidən pressing edir topu qazanmaq üçün İbrahim Qarayev. Rəqibin üstünlüyə çıxmasına imkan vermir, topu meydana çıxarır. Elmin yenə səhvsizlik, yenə səliqəli oynadı. Rəsul Əliyev. Rəsul, iki nəfərin arasından topu çıxarmaq istəyirdi, qismən buna nail oldu. Gecikmişdi ötürmə verməyib. İbrahim. Cahid rəqibini aldatma bacardı. Adamda onun qarşısını kəsdilər. Rəsul. İbrahimə doğru ötürmə. İbrahimin zərbəsi. Çox təhlükəli həmlə idi. İbrahim Qarayev. Məsindir. Bəsi gedən oyunçu. Orada yerini yeriyə etiraz edir. Top şansını o dəyərləndirəcək. Cərmə meydansasının dəvərində 3 komanda yoldaşı var, görək. Nə düşünür? Ötürmək keçmir. Rəsul. Geriyə doğru ötürmə Elmin. Bir rəqibini yola saldı. Top meydanda saxlama bacardı. Son əmlə. Antikyoka'nın 19 nömrəli oyuncusundan gəlir. Həsənov uzaqlaşdırmışdı. Elmin. Marsa devam edir. Qapıcan Savaya tam heyətlə meydan rəqib oynanan hissəsindədir. Məhz Geriyə futbol məktəbi. Elmin. Ötürmək isə Cahid. Səsəyev bu meydanı tərk etmədi. Mübarizə davam etməlidir. Cahid yaxşı mübarizə apardı. Son anda bir toxunuş var. Referinin ədaləti qoruyan. Referin məhz qərarı bu yöndə idi. Getmə qapçı. Mühafizizli. Elmin rəqibini keçmək istəyirdi. Müdaxilə var idi. Cahid. İbrahim Qarayev. Rəsul. Zərbə çəkdi, alınmadı. Elmin Məmmədli bir qədər köntək davrandı və qayda pozuntusu da qeydə alınır və arada Məhəmməd Yunusov biz yenidən meydanda görürük. Görüşdə 4-cü qolun müəllifi olmuşdu. Bunu da qeyd edim. Səfimcənin 5-ci qolun müəllifi məhz Məhəmməd Yunusov olub. Elmin Məmmədli hat-trick edib. İbrahim Qarayev digər qolun müəllifi. Və şimdi zərbə! Bəksi gedən oyuncudan keçid vermədilər. Və bir də Məhəmməd Yunusov fərqlənib. Kərimi tamamlasam. Referdə saatına nəzər getirir. İki hissəndə yavaş-yavaş sonlarına yaxınlaşırıq. Görünür ki, Diniyev kollektivi məhz fasilə öndə yollanacaqlar. En azından fasilədən öncə tilsimi qırmaq istəyir Antikyoka kollektivi. Amma Tiniyevdə müdafiəçilər isə belə bir qola imkan verməyəcəklər. Rəqibə şans yaratmaq istəmirlər. Burada Anar rəqiblə mübarizə apardı. Anar Allah cəmlə. İbrahim Qarayev top özünə bir qədər əli buraxır. Bir qədər daha irəldi. Atan top oyuna daxil ediləcək. Həsənov. Nərmanın öncə həmlə var idi. Elmin Məmmədli. Hüseyli qazanı topu İbrahim rəqiblə mübarizə aparır. Bunu qazandılar. Rəsul. Topa çatmaq mümkün olmur. İbrahim.
Rəsul çəkdi sağ ayağına, zərbə çəkdi, qapçı yaxın köçürə bağlamağı bacardı. Goalkeeper dəfə etməyə nail olur. Burada gözlər referidə. Bu iki hissəni nə zaman bitirəcək? Bəli, məsələ sanki səsimi eşitdi. Dünya Futbol Məktəbi fasilə 5-0 hesabı ilə öndə yollanır. Antikiyoko önündə heç yerə ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.